IELTS speaking zamanı ən böyük problemlərdən biri budur ki, insanlar biraz danışır və sonra dayanırlar. Cavablar çox qısa olur. Burada əslində əsas problem ingilis dilini bilməmək deyil, fikirlərimizin olmamağıdır. Amma qarşımızdakı ekzaminer ona elə gəlmir ki, fikirlərimiz yoxdur. O düşünür ki, danışa bilmir ingilis dilində, ona görə də cavabları çox qısadır və yaxud da tez bir zamanda 1-2 cümlədən sonra dayanır. Bəs nə eləmək lazımdır? İndi sizə bir struktur deyəcəm. Hansı ki, həmin struktura əməl eləməklə, həmin strukturla IELTS imtahanına, speaking-ə məşq eləməklə nəticədə cavablarınız çox dolğun və uzun alınacaq və beləliklə də siz dayanmadan danışacaqsınız və ekzaminerdə lazım olan budur. Nə qədər çox danışsan, ekzaminer səni o qədər yaxşı qiymətləndirə bilər. Bu strukturu sizin üçün hazırladım və yazılı şəkildə qeyd elədim. Baxın, tutaq ki, sizə belə bir sual verilir. What do you think about living in a big city? Birinci, qısa bir intro eləməlisiniz. Yəni bu nə deməkdir? Məsələn, birinci deyirik ki, some people believe that living in a big city is exciting because there are many opportunities and things to do. Yəni birinci biz bəzi insanların nə düşündüyünü deyirik. Ümumi başlayırıq mövzuya birinci. Yəni birbaşa öz fikrimizə giriş eləmirik. Birbaşa öz fikrimizə giriş eləsək, onda bizim yəni cümlələrimiz də, danışığımız da tez bitəcək. Və sonra başlayırıq digər insanlar nə düşünür. Other thing, for example, it can be stressful since cities are often crowded and noisy. Və bundan sonra artıq öz fikrimizə keçirik. Yəni daha da spesifikləşdiririk. I think, məsələn, personally I think living in a big city is beneficial. Və ən vacibi isə daha sonra why sualını mütləq verməliyik. Yəni, mən belə düşünürəm dedim, sonra deyirəm ki, mən niyə belə düşünürəm? Və başlayıram izah eləməyə. Because it gives me more career opportunities and chances to meet new people. Bunu dedim və sonra mən examples, nümunələr gətirməliyəm. Dediyim cümləyə fikir verirəm. Dedim ki, it gives me more career opportunities and chances to meet new people. Bir neçə nümunə gətir. For example, when I lived in the city, I was able to find a better job and improve my social skills. Ya da başqa bir insandan nümunə gətirə bilərsiniz. I have a friend who lives in the city and was able to find a better job. Yəni bunlar hamısı nümunələrdir. Bu struktura sadəcə bu strukturdan istifadə edərək çox rahat şəkildə uzun və dolğun cavab verə bilərsiniz. IELTS hazırlığınızı, speaking hazırlığınızı edən zamanda bu struktura uyğun olaraq hazırlaşın.